bu kanalı kənd əhalisi, kənd cəmaatı çirkləndirir. İstənilən zirt zivili, istənilən tullantı əşyalarını bu kanaldan tapa bilərsiniz. Bu kanal da bir hardasa 3 gün bundan əvvəl gecə saat 1-də qonşular çağırdı, bunlar sağ olsunlar. Çağırdılar ki, kanal daşıb evə dolur. Qalxdım, bax gördüyünüz həmən burada bir zirt zivil bura yığılır. Bura yığılıb, su qalxıb, su keçə bilmədiyinə görə, zibilin əlindən keçə bilmədiyinə görə həyətə dolmuşdu su. Çıxdım eşiyə, özümdə də su motorları var. Su motorunu qurdum. Gecə saat 1-dən sabah 4-ə qədər su motoru işləyib buranın suyunu çəkmişik. Evin altında da mənim 2 dənə yeri suvarmaqdan ötürü motorum var 350'lar dəyərində. Onun hər ikisi sıradan çıxıb, o da oradadır. 30 kvadrat laminatım var idi, o da sıradan çıxıb. Sonra meyvələr var, özüm meyvə alverinə məşğul olduğuma görə meyvələrim var idi, müəyyən qədər qartof, soğan, başqa şeylər var idi. Onların hamısına yararsız vəziyyətə düşdü. Mənim də tələbim odur ki, meliorasiya xidmətindən, bu kanala baxan su idarəsindən, meliorasiyadan xahiş edirəm və tələb edirəm ki, bu kanalı vaxtında nəzarət eləsinlər, nəzarətini gücləndirsinlər bu suvarma kanalına. Nəzarəti gücləndirsinlər. Molla Bayramlı deyilən məhəllə var Alget kəndində. Oradan başlayır bu kanal çirklənməyə, ta bizim bu Təzə kəndə kimi, Təzə kənddən də keçir, Əziz kəndə gedir. Bu 3 kəndin içində də bu kanal çirkləndirilir, ürəyiniz istəyən qədər. Hər bir şey tökülür bura. Mal navozudur, zibildir, ürəyiniz nə zibil istəyir, burada tapa bilərsiniz. Hal-hazırda da var. Mənim tələbim odur ki, sadəcə olaraq bu kənd cəmaatına olsun, lap elə mənim özümün əmim olsun, daim olsun, qohumum olsun, kim olur olsun, fərq eləmir. Mənim tələbim odur ki, bu zibil tullayanlara, bu kanala zibil tullayanlara lazımi orqanlar cərmələrini yazsın. Bununla bağlı, bax, əlimdə gördüyünüz kimi, mən Selsovet deyirik da, Selsovetə müraciət elədim. Onlar da işdən xəbərdardılar. 92 nəfərin imzasını topladım. 92 nəfərin imzasından, yəni imzayı nəyə topladım mən? Yəni, ay cəmaat, belə bir iş görmək istəyirəm ki, zibil tullayanlara cərmə yazılsın. Kənd cəmaatı olaraq siz buna razısınızmı? Hamı razı oldu ki, biz də razıyıq. Kənd cəmaatı da mənim əlimdə 92 nəfərin imzası var. Lazım gəlsə bu 92, 292 deyiləyim. Hər bir insanın kənd cəmaatından liboy bir insana yaxınlaşın, hamı razıdır. Bu cərmənin tətbiq olunmağına. Bu cərmə tətbiq olunsun. Bir misal çəkeyim sizə. Bax, yol kənarında bir nəfər nəsə yıxılsın. Yıxılsın, su lazım olsun ki, bunun sifətinə su vurub bu insana ayıltmaq lazımdır. Bu suyu onun insanın sifətinə vursan, görürsən suyun rəngi, iyisi, hamısı. O insanın sifətinə vursan, həmən yerində öləcək o insan. Yəni, vurmamaq ondan yaxşıdır. Mənim tələbim sadəcə odur ki, devlətdən şikayətim yoxdur. Devlət zibil yeşiklərini qov, amma bura sıxlaşdırılmağı da lazımdır, zibil yeşiklərini. Zibil yeşiyini qov, sadəcə olaraq insanlar zivili bura tullur, kanal da vaxtında işlənmir, çirkləndirilir, odur. Madədir ki, göz qabağındadır, dəyən zərəri gördünüz.